Bu tipli xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm məlumat açıqlanıb. 2026-cı ildə vətəndaşların fərdi şəxsi hesablarında 2026-cı il yanvarın 1 dəqiqədə alınmış pensiya kapitalları ötən ilin istehlak qiymətləri indeksinə uyğun olaraq 5-6% artırılıb. Bu artım avtomatik şəkildə elektron sistem vasitəsilə həyata keçirilib. Yəni vətəndaşın bunun üçün ayrıca müraciət etməsinə ehtiyac yoxdur. Bəs pensiya kapitalının artırılması nə deməkdir və vətəndaşların gələcək pensiyasına necə təsir göstərə bilər? Pensiya kapitalı şəxsin gələcək əmək pensiyasının hesablanmasında əsas göstəricilərdən biridir. İşləyən şəxsin əmək fəaliyyəti dövründə sosial sığorta ödəyişləri hesabına onun fərdi hesabında pensiya kapitalı formalaşır. Bundan əlavə, həmin kapital hər il müəyyən edilmiş qaydada indeksləşdirilə bilər. 2026-cı il üçün isə bu artım 5-6% təşkil edir. Məsələn, vətəndaşın 2026-cı il yanvarın 1 dəqiqədə hesabında 40.000 manat pensiya kapitalı varsa, 5-6% indeksləşdirmədən sonra həmin məbləğ təxminən 42.040 manata yüksəlir. Burada mühüm məqam ondan ibarətdir ki, pensiya kapitalının artması avtomatik olaraq həmin məbləğin vətəndaşa nağd çəkirdə ödənilməsi demək deyil. Hazırda Azərbaycanda minimum əmək pensiyası 320 manatdır. Yaşa görə əmək pensiyası hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsindəki pensiya kapitalının minimum pensiya məbləğində pensiya təminatına imkan verməsi tələb olunur. Bu hesablamada 144 göstəricisindən istifadə edilir. Beləliklə, 320 manatlıq minimum pensiya ilə hesablandıqda tələb olunan minimum pensiya kapitalı 46.080 manat təşkil edir. Lakin qanunvericilikdə digər imkan da nəzərdə tutulur. Əgər şəxsin pensiya kapitalı minimum pensiya təminatına imkan vermirsə, müəyyən şərtlərlə ən azı 25 il sığorta stajının olması yaşa görə əmək pensiyası hüququ üçün əsas ola bilər. Bu günlər müzakirə olunan məsələlərdən biri isə vətəndaşların pensiya yaşına çatmazdan əvvəl öz fərdi hesablarında formalaşan pensiya kapitalının bir hissəsindən istifadə edə bilməsi ilə bağlı təkliflərdir. Bu məsələ xüsusilə ona görə diqqət çəkir ki, vətəndaşların fərdi hesablarında uzun illər ərzində müəyyən məbləğ toplanır. İnsanlar isə həmin vəsaitin pensiya yaşına qədər necə istifadə oluna biləcəyi ilə maraqlanırlar. Ancaq burada vacib fərq var. Hazırki qaydalar üzrə pensiya kapitalı gələcək əmək pensiyasının hesablanması və pensiya təminatı üçün nəzərdə tutulur. Onun pensiya yaşına çatmamış şəxsə istənilən vaxt nağd şəkildə verilməsi ilə bağlı məsələni mövcud hüquqi qaydalarla qarışdırmaq olmaz. Ona görə də bu mövzu ilə bağlı yayılan məlumatları rəsmi mənbələrdən dəqiqləşdirmək vacibdir. Vətəndaşlar öz fərdi hesablarında toplanmış pensiya kapitalı barədə məlumatı elektron xidmətlər vasitəsilə yoxlaya, həmçinin pensiya kalkulyatorundan istifadə etməklə mövcud kapital əsasında təxmini pensiya məbləğini hesablaya bilərlər.